Mən Bakıda anadan olmuşam. 2-ci sinifə qədər Bakıda yaşamışam. 20 nömrəli məktəbə getmişəm 2-ci sinifə qədər. Ondan sonra papanın işinə görə Praqaya köçmək məcburiyyətində olduq. Orada da British School-da 10 il dərs oxudum. Sonra axırıncı ilimə bura gəlmişəm. Amerikada da 1 il oxuyuram. Bakıda bir dənə müəlliməm var idi, Arzu müəllimə də. Həmişə elə danışmayın, onu eləməyin, bunu eləməyin. Ondan sonra Praqaya köçəndə, orada Praqada istədiyin vaxtı danışırsan, istədiyin vaxtı ora gedirsən, bura gedirsən, müəllimlər telefona vəbşə baxa bilmir. Bütün diqqətləri bir sizin üstündədir və nə bilim adamın əlinə xəttkeşlə vurmaqdır, nə bilim adamın üstünə qışqırmaqdır falan. Onların heç biri yox idi. Mənə düz olmayıbdı, nənəm də məktəbdə öyrədirdi, mama da məktəbdə müəllimə idi deyə mən heç vaxt yəni əlimə xəttkeşlə vurub eləməyibdilər. Amma məndən başqa hamının əlinə vurub eləyirdilər. Son 9 ili mən elə oxumuşam, sərbəstliklə, yəni nə vaxt nə istəyirəm deyə bilirəm. Təbii ki, qaydalara uyaraq, artıq heç nə belə olmaz. İndi amma Praqada da dərs çox çətin idi. Yəni hər gün, hər sinifdə 500 sözlük essay burdan, bu essay oradan, 24 saat aktiviti hər həftə, sonra 10 dəqiqə danışaraq imtahan verməlisən. Sonra bura köçəndə isə, yəni bura gəldim. Birinci bir həftəni onu heç kim sizə öyrətmirlər də. Birinci bir həftə elə bil prosta yeri təyin edirsən. Sonra elə başladıq dərs oxumağa. Birinci imtahanım gəldi. Mənim xəbərim yox idi ki, imtahanım var idi. İmtahanların hamısı multiple choice. Hamısı da elə asan idi. Elə bil hazırlaşmadığım imtahanda mən 100%-dən çıxdım da. Və normalda yəni mən pis şagird deyildim də. A, B falan alan uşaq idim, amma heç vaxt full A almamışam. Axırıncı birinci sinifdə almışdım. Bu il mən məktəbi elə bil hər semestrdə full A-larla qurtardım. Oxumasaydım, hamısı vsyo B, C ilə rahat keçə bilərdim. Heç nəyə baxmadan. Ev tapşırığı vəbşə yoxdur. Nə Praqada, nə burada mən yəni hələ də ev tapşırığı eləməmişəm. Çünki vermirlər. Praqada dərslərin hər biri 50 dəqiqə idi. O 50 dəqiqənin içində həm öyrənirsən, həm nəsə tapşırıq verir, onu eləyirsən, sonra gəlirsən evə. 50 dəqiqənin içində bəzən sığmırdı hamısı, 2 dərs üstündən eləyirdik. Çünki ev tapşırığını adamları göndərmək istəmirdilər geri. Burada isə 1 saat yarımdır dərslərin hamısı və gündə 4 dərs var, nəinki 6. O dərsin 20 dəqiqəsi müəllimə nəsə öyrədir. Ondan sonra bir dənə Google Doc, onu yazıb doldurursan ev tapşırığında. Qurtarmasan ev tapşırıqları, qurtara bilsənsə deyil və 45 dəqiqənin içində onu qurtarmamaq imkansızdır yəni. Google Doc verir və çox rədki hallarda da şey verirlər, yazılı nəsə verirlər ki, onu eləyəsən. Amma mən bütün il yazdığım ən uzun essay, mənim universitetə göndərdiyim essaydir. O da 560 söz idi. Ən çox diqqətimi çəkən insanların geyim tarzıdır. Mənim də əvvəl dress kodum çox strikt idi. Yəni cinslə məktəbə getsə məni geri evə göndərəcəkdilər. Bura gəlmişəm. Birinci gündə məktəbin əksəriyyəti pijama şalvarı, klassik Amerikan pijama şalvarları var. Ondan gəzirlər. Sweatpantdir, cins şortiklər, açıq koftalar. Mən də birinci dəfə də belə məktəbdə belə geyim görmüşəm. Şokda durub qalmışam. Mən məsələn keçən il ancaq xala qızı mamasının kasıdayıb. Onunla məktəbə getmişəm axırıncı 1 il yarımdır. Çünki bizdə hamı elə geyinirdi. Business casual. Bura gəlmişəm, bir dənə məndə elə sumka var. Mən də o sumkanı elə xoşlayıram deyə təsirini almaq istəyirəm deyə bütün ili təkcə mən elə sumka ilə dolaşdım. This time, I ask each senior to move their tassel from their right to their left. Congratulations, you now are officially graduates. Ən çətinlik çəkdiyim yerdə transport. Çünki mən deyirəm, öyrəşmişəm tramvaya min, metroya min, avtobusa min, hara gedirəm, gedim. Nəsə lazımdır? Tramvaya mindim, getdim, aldım, gəldim. Burada isə indi avtobus, bizə ən yaxın avtobus stansiyası da 10 dəqiqədir piyada. Metro vəbşə düşünmək istəmirəm, o lap uzaqdır. Taksi də burada çox bahadır, ora baxmış. Deyə taksi deyə papanı gözlə. Papan da bəzən vaxtı olmur. Sonra oturub evdə qalmaq məcburiyyətində qalırsan. O da biraz çətin gəldi adama əvvəllərdə. Buranın havasından başqa heç nə, yəni Azərbaycana oxşatmıram. Yəni buranın havası da Azərbaycana oxşayan. Başqa mama deyir DC, məsələn Bakının mərkəzinə oxşuyur. Mən oxşatmıram. Bura çox daha rahatdır, daha sərbəst, nəinki Praqa. Amma bəzi açıqlardan da daha sərtdir, nəinki Praqadan. Baxır nə? Məsələn, burada yenə deyirəm, transportasiya çox çətindir. Heç hara gedə bilmirəm. Amma burada hamı ətrafda yaşayır, yanlarda yaşayır. Praqada məsələn, mənim məktəbə 1 saatlıq yolum var idi. Metro, avtobus, tramvay.
Burada isə evin düz yanındadır. Açıqcası mənim heç vaxt çətinlik çəkməmişəm dostluqlarla. Özümü çox sosial adam kimi hesab edirəm deyə və mən yəni lazım olanda özümə dost tapa bilirəm deyə mənim üçün o çətin gəlmədi. Əgər ətrafımda mənim yaşımda mənim kimi bir dənə qız varsa, çox rahat mən dost eləyə bilərəm, dost tapa bilərəm özümə. Amma fərqləri o idi ki, Praqada dostlarımın hamısı belə lüks şeylər xoşlayırdı. Həmişə bu restoran, o restoran. Elə gəzirdik. Çünki məktəb də bahalı məktəb idi deyə mənim çevrəm elə insanlar idi. Burada isə normal məktəbə gedirəm deyə, publik məktəbə gedirəm deyə. Buradakılar restoran əvəzinə parkda gedib oturmaq istəyirlər. Yəni özə buradakıların hamısı işləyir deyə öz pullarını xərcləyirlər, nəinki onlara verilən pulları. Bahalı restoranlara gedəcək ad günləri üçün. Burada isə mənim çox yaxın dostum var, Lauren. Onun anası, atası gedir, evdə parti eləyir, bütün qızları çağırırlar. Yəni mən hələ evə partiyə ad gününə getməmişdim indiyənə qədər. Dostumun ad günü idi, getmişdik evlərinə. Biz yemək yeyirik falan. Sonra 13 qızıq, 13 dənə balaca tort gəlir qabağımıza. Özü də hamısını da özləri evdə bişirmişdilər. Rəhlər, kraskalar, zər, o bu. Qoyub qabağımıza ki, dekorate eləyin, sonra da evə aparın. Mən də orada qalmışam ki, özüm dekorate eləyim bunu. Amma eləyəndən sonra çox əyləncəli idi. Yəni Prosta birinci dəfə idi, biraz şoka girmişdim onda da. Ya o qədər uşaq tanıyıram, mən anasından, atasından heç nə almırlar. Elə bil 2 ildir prosta onların evində qalırlar. Amma onlarla belə ay ad günümdür, mən xahiş edirəm bunu al. Biz axı onu eləyəndə ay da ad günümdə mənə məsələn bunu al, bütün il bunu istəyirdim, bahalı idi, ad günümdə alarsınız falan eləyirdik. Bunlar onu eləmirlər. Bunlar üçün o çox qəribə gəlir. Ki, ay da mən niyə anamdan, atamdan istəyim bunu, öz pulum var da özüm alaram. Mənim tanıdığım uşaqların əksəriyyəti ya restoranda işləyirlər, ya mağazinlərdə işləyirlər, Sephora, Ulta falan belə customer service sahələrində işləyirlər. Orada da həftədə məsələn part-time 25 saatdır, saatlığı da, yəni hər saatına bir 16, 14, 20 dollar falan qazanırlar. O da yenə deyirəm, məktəbdə ev tapşırığı vermirlər deyə uşaqlar məktəbdən çıxandan sonra sразу gedirlər işə. Nə qədər ki çox işləyirlər, o qədər ki çox pul qazanırlar. O da motivasiyadır. Ona görə gedib pul qazanmayıb da uşaqlarla əylənməkdənsə, bunlar işləməyi tərcih edirlər. Gedirlər, işləyirlər, pullarını qazanırlar. Sonra da ki, mənim də dostum var. Dişləri pis gündə idi. Getdi öz pulu ilə özünə diş teli taxdırdı. Hər ayda özü gedir o appointmentlara. İşdən sonra da bəzən vaxtları olur. Çünki yəni məktəbdən sonra 10 saat işləyən heç kim yoxdur. 3 saat, 4 saat işləyirlər. Ondan sonra da əgər kimisə görmək istəyirlərsə, kimisə gəzmək istəyirlərsə, elə işdən sonra gedirlər. Həm də ki, məktəb və iş time management-a çox yaxşıdır, kömək eləyir. Vaxtların ayarlayırlar, bilirlər ki, nə vaxt çıxacağam, nə vaxt evdən getməliyəm, nə vaxta qədər bunu eləməliyəm falan. Məncə o açıdan da çox yaxşıdır gələcəkdə onun real həyat üçün özlərini hazırlatmaq üçün. Burada universitetə girmək üçün Common App deyə bir dənə veb-sayt var. Amerikadakı universitetlərin əksəriyyəti bu Common App işlədir. Orada girirsən veb-saytda, doldursan mənim adım Məryəmdir, nə vaxt doğulmuşam, hansı məktəblərə getmişəm. Ondan sonraki məktəbin özü transkripti o Common App-ə qoyacaq. Transkriptdə axırıncı 4 ildə bütün qazandığın o ballardır, qreydlərdir falandır. Onların hamısını bu transkript olaraq veb-sayta qoyacaqlar. Universitetdə sən özün seçirsən. Orada essay yazırsan, özünü tanıdırsan. Boş vaxtında nə edirsən, aktiviteləri, hobbilərin hamısını yazırsan. Universitetlər bunu da PDF formasında elə bir sıralama kimi görəcək ki, bu insan bu qədər belə eləyibdi. Məsələn, futbolda komandasının ən yaxşı oyunçusudur, amma riyaziyyatda biraz zəifdir, riyaziyyat zəifdir. Onlar ondan sonra özləri təyin eləyəcəklər. Məsələn, SAT-nin də balını verə bilərsən. Amma bunların hamısı da puldur. Universitet imtahanı əvəzinə $80 verirsən hər imtahanı göndərmək üçün. O $80 verəndən sonra SAT-nin balını göndərmək istəyirsənsə, o da ayrı $70-dır. Onların o pulların hamısını ödəyirsən, özün doldurursan, özün yazırsan, residency-ı qoyursan, ID-vin şəklini, PDF falan qoyursan, universitetlər hamısını görür və oxuyurlar onları. Ondan sonra indi sənin profilin, sənin PDF-in onların xoşuna gəldisə, səni qəbul edəcəklər. Özləri dəvət edəcəklər ki, register günü bu gündür, istəyirsən gəl kampusun özünə, gəl bizlə danış, kampusu gör, nə edəcək, evi təyin eləyək.
Bu da ki elə accept buttonuna bas, vəsə biz də səndəyik. Gələcəkdə universitet diplomumu alandan sonra məncə mən elə burada qalacağam. Çünki Bakının yaşayışı xoşuma gələ bilər, amma çətindir. Maaş azdır. İnsanlar bəzən yenə də düşüncələri mən öyrəşmişəm sərbəstliyə, Bakı elə deyil. Yaşamaq istəmirəm, amma tez-tez getmək istəyirəm. Mən Bakıya hər dəfə gedəndə mən elə tətil kimi gedirəm. Bakıda mən yaşamıram, bir şey eləmirəm. Retkin görürəm deyə və mənim ailəmin əksəriyyəti onsuz da Bakıdadır. Mən bu insanlarla 8 il olsa da böyümüşəm də. Yəni danışırıq, eləyirik. Onlar məsələn qrupava yığışırlar, bütün ailə mamagilin tərəfi. Yığışırlar, nəsə eləyirlər. Və mən də orada olmadığıma görə özümü dışlanmış hiss edirəm. Hər dəfə ora gedəndə elə bil xoşuma gəlir, sevinirəm. Bu aktivitələrin içində mən də oluram. Mənlə görüşmək istəyirlər, gəzmək, o. Bu isə Bakını mən yəni çox qalmasam belə Bakını tanıyıram da özümü A-dan B-yə çatdıra bilirəm. Ən böyük məsləhətim olar ki, heç nədə köçün. Yəni o tərəti deyirsən, ayda buradakı dostlarım, ailəm, o, bu orada geridə qalacaq. Əgər dostların real dostlardırsa, ailən onsuz da səni tərk eləməyəcək. Dostların da ki, həmişə var da telefon indi elə dörd yaşır ki, telefon, FaceTime, WhatsApp, həmişə ünsiyyət qura bilirsən. Milyon dənə adam var eyni pozisiyada, təzə ölkədən köçübdür bura. Özü Amerikada. Yəni Amerikan deyə bir şey yoxdur mənim gözümdə. Yəni hamı hardansa gəlməlidir onsuz da. Hamı bu pozisiyada olubdu, hamı köçübdür. Ya məktəbdir, ya başqa ölkəyə köçməkdir. Yəni hamı o hissiyatı bilir. Burada qorxmaq, ay nə bilim, mən buranı bilmirəm, dildə o qədər də yaxşı deyiləm. Dili öyrənmək asandır. Yəni burada görürsən ki, hamı ünsiyyət, hamı ingiliscə danışır. Bütün həyatın ingiliscə olacaq. 3 ay, 4 ay, 5 aydan sonra özdə cavan adamlarda da ki, dil qabiliyyəti daha yaxşıdır. Nəinki 40 yaşında adamda. Yəni daha asan öyrənəcəklər dili. Tak şu dil açısından da çox asandır. Öz ingiliscə çətin dil deyil. Yəni bir neçə dil bilirəm, ingilis dili ən asanlarından biridir. Öz Amerikanların hamısı çox sevimlidir. Hamı ilə danışmaq istəyir. Heç kim belə dışlamır. Ay nə bilim bullying söhbəti falan yox idi. Kinolarda göstərirlər ki, ay nə bilim məktəbdə uşaqlar bir-birlərini lokerlara belə itələyirlər, döyürlər elə. Onların heç biri yoxdur burada. Onların hamısı fantaziyadır.